Allah elçisi Muhammed sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ramazana yetişib günahları bağışlanmamış halda oradan ayrılan qulun burnu yerlə sürülsün. İnsan bütün ay boyunca oruç tuta bilər, hər gecə təravih namazları qıla bilər, günbəgün Quran oxuya bilər, amma yenə də bağışlanmadan bu aydan ayrıla bilər. Əgər biz bu aydan bağışlanmadan çıxırıqsa, bu artıq imkanın olmaması deyil. Bu qəlbimizin soyumasıdır. Bu əməllərimizin boş qalmasıdır. Bu zahirə bağlanıb batini unutmağımızdır. Gəlin özümüzlə səmimi olaq. Bəzən oruç tuturuq, amma qəlbimiz günahdan əl çəkmir. Gündüz ac qalırıq, amma gecə özümüzü boşluğa qərq edirik. Sosial şəbəkəyə baxırıq. Təravihdə dayanırıq, amma fikrimiz başqa yerdə olur. Quran oxuyuruq, amma bir ayəni belə qəlbimizə toxunmasına imkan vermirik. Ayələr münafiqlərdən danışanda başqalarının haqqında düşünürük. Günahkarlardan danışanda başqalarının səhvlərini xatırlayırıq. Təqvalılardan danışanda isə ümid edirik ki, bu bizik. Amma nadir hallarda özümüzə bu sualı veririk. Biz dəyişdikmi? Ramazan sadəcə neçə saat ac qalmağımızın sınağı deyil. Bu, daxilimizdə nəyinsə dəyişib dəyişmədiyinin sınağıdır. Bu, təqvamızın artıb artmadığının sınağıdır. Ən pisi isə Ramazandan eyni insan kimi çıxmaqdır. Eyni vərdişlərlə, eyni laqeydliklə, eyni günahlarla. Ay bitməmiş, hələ fürsət var. Rəhmət qapıları açıq olduğu müddətdə ümid var. Allahdan istəyirik ki, bizə səmimi tövbə nəsib etsin və bizi bu mübarək ayda öz bağışlanmasından məhrum etməsin.